Oktyabrın 7-sində Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allah rəhmət eləsin. Tədbiri giriş nitqi ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 80 illik şərəfli yol keçən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, bu yubiley bir elmi qurumun deyil, bütövlükdə Azərbaycan elmi, milli düşüncəsi və intellektual irsinin bayramıdır. Rektor onda qeyd edib ki, 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası yaradıldıqdan qısa müddət sonra ölkəmizin elmi həyatının müzakirəsinə çevrildi, xalqımızın intellektual potensialının formalaşması, milli kimliyimizin elmi əsaslarla öyrənilməsi və qorunmasında mühüm rol oynadı. Akademiyanın yaranması, Azərbaycanda elmin dövlət səviyyəsində təşkilatlanması, onun müstəqil inkişaf yoluna çıxması demək idi. Onun sözlərinə görə, Elmlər Akademiyasına rəhbərlik etmiş dünya şöhrətli alim Yusif Məmmədəliyev 1954-1958-ci illərdə Bakı Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərib. Bugün də yüzlərlə Bakı Dövlət Universitetinin məzunu Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institut və mərkəzlərində çalışır, elmin inkişafında, yeni istiqamətlərin formalaşmasında və beynəlxalq səviyyədə Azərbaycanda elmin nüfuzunun yüksəldilməsində mühüm rol oynayır. Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası eyni elmin, məfkurənin, milli intellektual inkişafın sütunlarıdır. Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli Bakı Dövlət Universitetinin rəhbərliyini, professor müəllim heyətini və tələbələrini Azərbaycan Milli Elmlər Akademiyasının kollektiv adından salamlayıb. Akademik İsa Həbibəyli ilk növbədə Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ilə işğaldan azad edilmiş torpaqlarda Qarabağ Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr mövzusunda elmi konferansın keçirildiyini söyləyib. Həmçinin Akademiyanın Naxçıvan bölməsində, eləcə də Türkiyənin Ankara və İstanbul şəhərlərində Akademiyanın 80 ili ilə bağlı tədbirlərin keçirildiyini, bu günlərdə isə AMİyanın vitse-prezidenti akademik İbrahim Quliyevin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə keçirilən yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi ilə bağlı təqdimat etdiyini vurğulayıb. Son 300 il ərzində bəşəriyyətin elmin inkişaf nəticəsində sənaye inqilabları yaşadığını deyən akademik İsa Həbibəyli 2011-ci ildən etibarən isə süni intellektin və rəqəmsal texnologiyaların inkişafı ilə 4-cü sənaye inqilabına keçidin baş verdiyini bildirib. Bütün bu dəyişikliyin ilk növbədə elm faktorundan asılı olduğunu deyən akademik İsa Həbibəyli vurğulayıb ki, elmdə birinci olan dövlət dünyanın ən inkişaf etmiş ölkəsi sırasında ilk sırada qərarlaşır və ötən il Nobel mükafatı laureatı Əziz Sancar AMİyanın riyaset heyətindəki məruzəsində Çini nümunə gətirərək bu fikri təsdiqləmişdi. Akademik İsa Həbibəyli həmçinin AMİyanın beynəlxalq təşkilatlarla elmi əlaqələri barədə məlumat verib və Azərbaycan dövlətinin dünya elmi arenasında maraqlarının qorunduğunu söyləyib. Bildirib ki, elmin inkişafının ən böyük donorlarından biri ali təhsillə akademiyanın qarşılıqlı əlaqəsidir. Milli Məclis sədrinin müavini, Nizami Gəncəvadla Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanın zəka yükünü daşıyan vacib elmi qurum kimi 20-ci yüzil içərisində xalqımızın milli ruhunun yüksəlişində müstəsna rol oynayıb. Azərbaycanda akademiya anlayışının yeni bir hadisə olmadığını söyləyən akademik Rafael Hüseynov bildirib ki, hələ 13-cü əsrdə Azərbaycanlı alim Nəsrəddin Tusinin yaratdığı Marağa rəsədxanası mahiyyəti və fəlsəfəsi ilə əsl elmlər akademiyası olub. Müxtəlif coğrafiyadan olan alimləri təmsil edən bu rəsədxana həmin dövrdə şərqdə ilk çox sahəli elm ocağı idi. Akademik Rafael Hüseynov AMİyanın böyük tarixi sınaqlardan keçdiyini, bir sıra alimlərin siyasi repressiyaların qurbanı olduğunu söyləyib. Sonra çıxış edən Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, tarix boyu Azərbaycan elminə töhfə vermiş görkəmli alimlər olmuşdu və Azərbaycan elmi dünya elmi ilə paralel olaraq inkişaf etmiş, dünya elminə töhfələr vermişdi. Nicat Məmmədli bildirib ki, universitetlərlə elmi tədqiqat müəssisələrinin sıx şəkildə işləməsi, nəticələrin tətbiqi üçün geniş işlər görmək lazımdır. Tədbirdə həmçinin akademik Nizami Cəfərov, Bakı Dövlət Universitetinin Faydalı Qazıntılar Kafedrasının müdiri akademik Vasif Babazadə, AMİyanın Nəsim adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İskəndərzadə çıxışlarında AMİyanın Respublikanın elmi intellektual potensialının əsas daşıyıcısı, Azərbaycan elminin inkişafı, milli ruhun yüksəlişində dayaq nöqtəsi olduğunu bildiriblər. Sonra AMİyanın tarixi və fəaliyyəti barədə video çarx və BDO-nun Məzuniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər. Sonda xatirə şəkilləri çəkdirilib. Leyla Namiq qızı, Fərid Həşimov, Elm TV.